Fatimə Bayramova. Mən Fatimə Camalova. Biz Azərbaycan Tibb Universitetinin tibb bacısı işi ixtisasının məzunlarıyıq. Hal-hazırda Xankəndində Qarabağ Universitetinin klinikasında tibb bacısı olaraq fəaliyyət göstəririk. Bu torpaqlarda olmaq və bu sahədə çalışmaq bizim üçün çox qürur vericidir. Bildiyimiz kimi, tibb bacıları səhiyyə sisteminin əsas və ayrılmaz hissəsidir. Səhiyyə xidmətinin effektivliyi yalnız həkimlərin deyil, eyni zamanda tibb bacılarının bilik, bacarıq və məsuliyyətlərindən asılıdır. Elmi tədqiqatlar göstərir ki, peşəkar tibb bacısı xidməti olan müəssisələrdə xəstə məmnuniyyəti, müalicə xidməti və xəstə təhlükəsizliyi əhəmiyyətli dərəcədə yüksəkdir. Bu baxımdan tibb bacısının fəaliyyəti həkimlə yanaşı duran və bərabər dəyər daşıyan bir missiyadır. Bura klinikamızın tədris hissəsidir, yəni tibb və sağlamlıq elmləri fakültəsidir. Burada həkimlər, tibb bacıları, tibb qardaşları təhsil alır. Əsas məqsəd düşünən, Analiz edən, öyrədən və rəhbərlik edən müasir tibb işçisi yetişdirməkdir. Həmçinin tibb bacılarının, tibb qardaşlarının pedaqoji və rəhbərlik bacarıqlarının inkişafına da yönəlir. Çünki gələcəkdə hər bir tibb bacısı yalnız klinik mühitdə deyil, həm də tədris, idarəetmə və maarifləndirmə sahələrində fəaliyyət göstərə bilər. Biz öz fəaliyyətimizlə fəxr edirik. Çünki hər bir tibb bacısının əməyində həm elm, həm də şəfqət birləşir.